Uşaq vaxtı həmişə televizora baxırdıq, Xocalı hadisələri, olmuş hadisələrə baxanda həmişə sual verirdi. Ana, bunlar niyə belə oldu? Ana, bunlar nə vaxt azad olacaq torpaqlarımız? Soruşurdu ki, ata biz əslən harayıq? Deyirdim ki, biz Qərb Azərbaycandanıq. Həmişə də sual verirdi ki, öz vətənimizdə niyə yaşamırıq? Deyirdim, burada vətəndir, orada vətəndir. Məktəbdə oxuyan vaxtlar durub oturub deyirdi ki, ata, mən hərbiçi olmaq istəyirəm. Mən onda kapitan rütbəsində idim. Bilirsiniz, ən çox ulduz hərbidə kapitan rütbəsindədir. 4 dənə ulduz var. Onda Həmid bizə gəlmişdi. Elə ulduzlarla oynayırdı bu hərbi ketelin 4 dənə ulduzu. Onda Sovet dönəmi idi, belə fərqli düzülmüşdü. Daha bu nədir, bu nə üçündür? O çox sual verirdi. Artıq Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olanda onda mən başa düşdüm ki, Həmid öz yolunu hələ çoxdan seçibdir. 2010-cu ildə Ali Hərbi məktəbi qurtardı. İlk iş yeri Tovuzda oldu. Tovuz rayonunda kəşfiyyatçı kimi orada işə başladı. Postu yoxlamaya gedəndə bir dənə erməni diversatniki tükətmişdi. Onda buna təcili staj reysan verdilər, hələ 2-ci il idi. O almalıydı 4 ildən sonra staj reysan. Sentyabrın 27-si biz televiziyadan eşitdik ki, müharibədir. Elə bir içində bir qeyri deyərdim, bir qürur hissi qalxdı. Evdə böyük bayrağımız yox idi. Tez gəlinə pul verdim ki, get bayraq al. Yəni belə deyim, kənarda bir əsgər olsa da belə gəlib kapitan Zəfərli Həmidin dəstəsinə qoşulmaq istəyərdi. O dərəcədə yüksək döyüş qabiliyyəti var idi. Elə bil ki, yəni hansısa döyüşdə deyilik də biz, yəni hansısa istiqamətdə deyilik, biz hansısa təlimdəyik. Biz təlimə çıxmışıq. Əsgərləri o dərəcədə ruhlandırırdı. Əsgərlər vətən sevgisinin iliklərinə kimi yeridirdi əsgərlərin, bilirsiniz necə. Kənd Turacı istiqamətində Seyid Əhmədi kənddə, biz zolaqdır elə bir. Həmin istiqamətdə təpənin üstündə köhnə hovuzlar yığdılar, sonbarı deyək elə bir. Sonbarın dağılmış bir yeri var idi, bir təmiz beton qırıqları idi. Bütün hamı cəmləşdi ora. Elə oldu ki, artilleriya zərbəsi oldu. Həmin mərmi atəşi ilə kapitan Zəfərli Həmid şəhid oldu. Saat 1-2 radələr idi. Qapını döydülər, qaynımcı bizdə qalırdı. Qapını döydülər ki, qaynım çıxdı, qardaşınızı gətirmişik. Bəs dondum, qaldım, hamı yatır, qapının səsinə oyanmışıq. Qardaşınızı gətirmişik, başınız sağ olsun, qardaşınız şəhid olub. O həmişə deyirdi ki, mənə nəsə olsa heç vaxt ağlamayın. Heç vaxt heç kimin yanında ağlamayın. Başınızı dik tutun, mən heç vaxt heç kimə boşluq almamışam. Oğlum dünyasını dəyişəndə, Hüseyin 5 yaşı var idi onun. Konfet kağızı boğazında, nəfəs borusunda qaldığı üçün dünyasını dəyişdi. Gecə-gündüz ağlayırdım, dözə bilmirdim. Yuxuma gəldi Həmid, başımı sığalladı, dedi, bəs mənim üçün fərq etmir. Hüseyin ya buradadır, ya sənin yanında. O sözlərlə özümü ayağa qaldırdım ki, bəs Həmid məndən narahatdır, məndən narahat deyil. 44 gün içində olan müharibə dünyaya meydan oxudu. Qürur yerimizdir. Amma tək özünə qalanda ayrılığı, cavan canlı balaları, yenə yeganə təsəllim onun şəhidliyi. Mənim üçün o qəhrəmandır, igiddir, döyüşçüdür. O hətta kitabında da yazıb ki, mənlikdən, kimlikdən, hər şeydən irəli
şəhid olmaq da ya. Nə vaxtsa ki nəfəs alırıq, ölənəcəyində onu təmsil edəcəm, onun adını yaşadacam. Yəni harda olur olsun. Tarix yazdı qanı ilə, qəhrəman oldu atam. Torpaqlar anınca qəlblərə doldu atam. Qanın yerdə qalmadı, alınan vətən oldu. Dağılanan bayrağın sənin üçün vətən oldu.